Allah Teala Quran-ı Kerimdə mübarək Tövbə surəsinin 36-cı ayəsində Allah yanında ayların sayı 12-dir, amma onların içərisində 4-ü haram aydır. Haram bu mənada ki, hətta bu 4 ayın onların birincisi ilki ki mühərrəmlik ayıdır. Hətta cahiliyyə dönəmində Peyğəmbər salavatullah Peyğəmbərliyə məbus olmazdan öncə belə onlar o ayın hörmətini saxlayardı. O ayda müharibə eləməzdilər. Müharibə edirdilərsə həmin aylarda atəşkəs elan edilərdi. Amma baxın, bu ümmət bir vaxt gəldi, bir zaman gəldi, hətta cahiliyyə dönəmində belə hörməti qorunan bir ayda Peyğəmbərin balasını, onun nəvəsini, ciyər güşəsini, gözünün ağı, qarası, yaxşı mənada bütün cəhətləri özündə cəm edən Behic cavanlarının ağası, ümmətin imamı olan ali bir şəxsi məhz elə bu ümmət elə bu ayda yar-ı ənsarı ilə, ailəsi ilə, balaları ilə şəhid elədi.